Bir dəstə məsləhət gördü, bir nəfəri seçdilər ki, ya Əmirəl-Möminin, bu sənin dostlarındandır, səhabələrindən birini. Bunu göndərək getsin Muaviyə ilə danışıq aparsın. Həzrət Əli əleyhissalam razı oldu. İlk olaraq Malik əşlər etiraz elədi. Malik gəldi dedi ki, ya Əmirəl-Möminin, bu çox ağılsız adamdır, zəif bir adamdır. Muaviyə bunu barmağına dolayacaq, aldadacaq. Sonra müharibə eləyəcək. Həzrət Əli dedi ki, yox, o getsin. Getdi, neçə ay Muaviyə bunun doladı. Vaxt tutdu ki, qoşununu hazır eləsin döyüşə. Hələ orada olanda Malik gəlir Həzrət Əliyə deyir ki, ya Əmirəl-Möminin, orada onun başına alladır, o vaxt gedir. Gəl biz döyüşə dedi, o mən elçi göndərmişəm. Elçi orada olduğu müddətdə mən müharibə eləməyəcəm. Qayıtdı, gəldi dedi, ya Əmirəl-Möminin, o məni aldatdı, vaxt tutdu, indi də döyüşə gəlir. Malik də dayanmışdı. Başladı onun üstünə qışqırmağa Malik. Gərək özüm gedərdim, dedi, sən getsəydin səni öldürmüşdü. Dava elədi Malik ondan, sərt danışdı, o da küstü Həzrət Əlidən də küstü getdi. Malikin proqnozu düz çıxdı. Əli əleyhissalam bunu görmürdü. Qorxuram bir neçə dənə belə hadisə danışsam sizə, bizim içimizdən də adamlar çıxar, deyirlər ki, ufəllər düz deyirdi, Həzrət Əli siyasət bacarmır. Mən bəzi şeylər danışmağa Allah şahiddir, qorxuram. Çünki dərk eləmək gücündə deyilik hələ imam kimdir. Ona görə o Yəhudi gördü ki, Həzrət Əlinin qolları bağlı aparırlar məscidə. Orada dedi ki, mən bu İslamı qəbul eləmək istəyirəm. Mənə öyrədin bu dini necə qəbul edeyim. Çünki mən bu kişini tanıyıram axı. Bu qılınca əl atmaq istəsə, bunun qabağında heç kəs dayana bilməz. Bu nə böyük kişidir bu. Boynunu büküb gedir, qüdrəti olduğu halda qüdrətindən istifadə eləmir. Seçim verir insanlara. Məni istəmirsiniz, mən çəkildim kənara.